dövlət imtahanına hazırlaşırlar, bunun üçün aylar gedir. Burada sizdə bunun müddəti qısalır? Qısalır. Yaddaş texnikalarından hər şeyi yadda saxlamaq olar. Hamı öyrənə bilərmi? Hamı öyrənə bilər. Valla mən də hüquqşünas deyiləm, amma Cinayət Məcəlləsinin yarıdan çoxunu bilirəm. Yaradan verib də burada hər şeyi. Nəyə ehtiyac var buna? Əzbərləməyin beyində heç bir mənası yoxdur. İnsan beyni məna yüklədiyi şeyi yadda saxlayır. Beyin hüceyrələrinin regenerasiya qabiliyyəti yoxdur. Öldüsə bitmişdir, yerinə yenisi gəlmir. Oxumağa başlayırıq, ağlımız gedir başqa bir şeyə, telefona, ona, buna və s. Sürətli oxunun ilkin məqsədi tez oxumaq deyil, diqqətin yayınmadan oxumaqdır. Sürətli oxumaq konsentrasiyanı pozmur, əksinə konsentrasiyanı artırır. Biz də beynimizi əhəmiyyətsiz şeylərə ayırdığımız zaman əhəmiyyətlilərə yer qalmır. Necə eləyəcəyini bilmədiyimiz şeylər bizə gəlir. Yolu bilmirik də Mirşahin bəy. Biz yolu bilmirik. Mirşahin Əlizadə Bakı şəhərində anadan olub və ali təhsilini İstanbul Dövlət Universitetində alıb. 2014-cü ildə Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü olmuş, beyin əsaslı olimpiya yarışlarında Azərbaycanı təmsil etmişdir. Türkiyənin və Amerikanın bir sıra institutlarından 400 saatlıq ümumi psixoterapiya təhsili almışdır. Dünya Yaddaş Çempionatında iştirak hüququ qazanan ilk Azərbaycanlı olmuşdur. 2021-ci ildə Türkiyənin Marmaris şəhərində təşkil edilən dünyanın ən sürətli şuuraltı dəyişim metodlarından olan Sayki təlimlərini almış, beləliklə bu sahədə Azərbaycanda fərdi seanslar edən ilk şəxs olmuşdur. Hal-hazırda Bakıda klinik psixoloq və təlimçi kimi fəaliyyət göstərir. Psixologiya üzrə bakalavr, klinik psixologiya üzrə magistr təhsili almışdır. Klinik psixologiya üzrə doktorantdır. Çay və kofe içmək, kitab oxumaq, təbiətdə zaman keçirmək, at sürmək, idmanla məşğul olmaq, dəniz sahilində gəzmək, şeir yazmaq, meditasiya etmək, gözəl xətlə, polliqrafik yazılar yazmaq, musiqi dinləmək hobbisidir. Hal-hazırda subaydır. Mirşahin bəy, xoş gördük. Xoş gördük. Bizim bu yaddaşla bağlı sonuncu videomuz çox səs-küyə səbəb oldu. İzləyicilərimiz bizə çox gözəl rəylər yazırlar ki, bu da bizi sevindirir əlbəttə. Ki, siz də bunu hiss eləmisiniz. Bəli, bəli. O qədər gözəl məktublar alıram ki. Nə gözəl. Mən istəyərdim, biz indi orada şəhərlərdə çox yazırlar ki, biz bunu evdə necə eləyək, necə tətbiq eləyək. Ən çox da dövlət qurumları, valideynlər yazır ki, bizə kömək olun. Hansı ki, indi gələ bilənlər heç, gələ bilməyənlər də biz buradan nələr edə bilərik və onlar bu yola hardan başlasınlar. Çox sağ olun sualınız üçün. Öncəliklə, yəni belə deyim, yaddaş texnikalarını öyrənib hər kəs istifadə edə bilər, tətbiq edə bilər. Mən gördüm axırıncı videolarda insanlar çox istəyirdilər ki, orada mən nəyisə öyrədim. O bizim ilk videomuz idi yaddaşla bağlı. Ona görə orada da əslində öyrədici bilgiləri biz paylaşmışıq. İndi bugün daha praktiki versiyalarına baxacağıq. Elə şeylər var ki, onların öyrədilməsi üçün həqiqətən çox ciddi saatlarla bir vaxt lazımdır. Yəni, məsələn, Cinayət Məcəlləsini, Mülki Məcəlləni, İnzibati Xətalar Məcəlləsi, yəni hüquq sistemi olsun, tibb sistemi olsun, xarici dil olsun, bunları tam şəkildə onların nümunəsini mənim verə bilməyim üçün gərək bu efir bir 8 saat, 10 saat dayanmadan geçsin. Lakin mən sizə və bizi izləyən şəxslərə bugün gündəlik həyatlarında istifadə edə biləcəkləri bir yaddaş texnikasını öyrədəcəm. Bu təməl yaddaş texnikalarından birisidir və bu texnika vasitəsilə istənilən qədər limitsiz sayda sözü ardıcıllıqla yadda saxlaya biləcəklər. İstənilən qədər sözü ardıcıllıqla yadda saxlaya biləcəklər. Və neçə vaxtda? Yəni o artıq özlərinin sürətindən asılı bir neçə dəqiqə ərzində. Minimum bir neçə dəqiqə ərzində. Yəni rahatlıqla deyə bilərik ki, bir neçə dəqiqə ərzində 20-30 sözü yadda saxlamaq mümkündür. Hətta bunu məşq eləsələr, bu sürəti daha da sürətləndirə bilərlər prosesi
yəni dəqiqələr ərzində bəlkə yüzlərdən sözü də yadda saxlaya bilərlər. Çox maraqlıdır Müşahid bəy. Çünki biz nəyisə əzbərləmək üçün bir sözü 100 dəfə deyirik. Bir sözü misal üçün də Loro dildə deyirəm. Məsələn mən oğluma kitab, şeir oxutdururam. Bənd deyirəm ki, birinci bəndi öyrən, sonra ikinci bəndi öyrən, sonra üçüncü bəndi öyrən. Bu texnika düzdür yoxsa yanlış texnikadır? Bilirsiniz, öncəliklə onu deyək, əzbərləmək zaten yanlış bir şeydir. Çünki mən əvvəlki efirdə də bunu demişdim. Əzbərləməyin beyində heç bir mənası yoxdur. İnsan beyni məna yüklədiyi şeyi yadda saxlayır. O mənanı da içinə qatdığı duyğuya əsasən müəyyənləşdirir. Bir şeyi bizim əzbərləməyimiz sadəcə olaraq beynin bezməyinə və onu müvəqqəti yaddaşda saxlamasına səbəb olur. Yaddaşın müxtəlif növləri var. Bunlardan biri də müvəqqəti yaddaşdır. Bir digəri də daimi yaddaşdır. Daimi yaddaş bizə lazım olan hissədir. Müvəqqəti yaddaş isə anlıq lazım olan hissədir. Əzbərləmək çox vaxt müvəqqəti yaddaşda saxlanılır və bir müddətdən sonra unudulur. Ona görə də öyrənməni mənalı hala gətirmək üçün əzbərləməkdən ümumiyyətlə uzaq durmaq lazımdır. Yəni o şeirlərdir, ədəbiyyat əsərlərdir, mətnlərdir. Bunların hər birini bugün əslində baxacağımız texnika ilə biraz zehnimizi işlədib, biraz da öz yaradıcılığımızı qatıb yadda saxlamaq mümkündür. Mümkündür. İzləyicilərimizə də buradan onda deyək. İndi hazırda burada nə edə bilərik edək. İzləyicilərimiz də baxsın elə. Keçən dəfəki verilişdə mən vurğulamışdım ki, necə olur ki, qısa bir zaman öncə yadda saxladığımız, yaşadığımız şeylər yadımızda deyil, amma uzun illər bundan öncə yaşadığımız şeylər yadımızdadır, deyilmi? Və bunun da sirrini açıqlamışdım. Əgər istəyənlər bundan öncəki verilişə baxıb daha da o mövzuya hakim ola bilərlər. Odur ki, artıq biz bilirik ki, yaddaşın sirri nədədir? Vizuallaşdırmadadır, duyğulardadır. Amma bunu necə eləyəcəyimizin qaydasını bilmirik. Bəli. İndi onu öyrənəcəyik sizinlə birlikdə. İndi Aytən xanım, mən sizə və eyni zamanda sizlərə 20 dənə əşya adı sadalayacağam. Etməniz gerəkən şey bu 20 əşya adını düzgün ardıcıllıqla yadda saxlamaqdır. Yəni, deyək ki, mən bu 20-sini də dedim sizə, izləyicilərə, bunu oradan buradan nə yadımda qaldı şəklində deyil. Ardıcıl. 1-dən 20-yə kimi ardıcıl bir şəkildə deməyimiz lazımdır. Eləyə bilərsiniz? Baxım. Mən onu deyim ki, mən yaddaşdan adətən əziyyət çəkən biriyəm. Baxım görüm. Tamam. Nə olacaq? Siz eləyə bilərsinizmi? İzləyicilərimiz də bunu evdə rahat eləyə biləcək. Eləyə bilərlər. Yəni bu videoda zaten bunu öyrənəcəklər. İndi mən taktikasını deyəcəm, sonra izah eləyəcəm. Rahatlıqla evdə eləyə biləcəklər, başqalarını öyrədə biləcəklər, yüzlərlə, limitsiz sayda sözü ardıcıl yadda saxlayıb deyə biləcəklər. Bunun çox faydaları var. Nə gözəl. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Hazırsınızsa başlayaq. Bəli, hazıram. Birinci sözümüz süfrə. Növbəti söz kart. 3 qaşıq. 4 pencək. Növbəti söz sancaq. Torpaq. Yastıq. Duz.
Yadımdan çıxdı. Eynək. əvvəl. Səbirli olaq. Eynək, ayaqqabı, kofe, telefon, kompüter, şalvar, təkər, ilbiz, pərdə, düymə, heykəl, ağac. Neçəsi yadınızda qaldı? Süfrə, kart, Hı -hı. duz, Yox. yox, Ardıcıllıq pozuldu. qaşıq, Aha. duz, Yox. Yəni. pencək. Qaşıqdan sonra pencək. Ardıcıllıq pozuldu. Ardıcıllıq pozuldu. Önəmli olan. Yaxşı, bir sual verim. 14-cü söz nədir? 14-cü söz ağac. Deyil. Deyil. Nə yaxşı. Bu normaldır. Orada Çünki neçə söz idi? burada 20 söz var. Hə, okey. Yəni bizim indi bunu bilməyən bir insanın yadda saxlaya bilməməsi normaldır. Çünki biz əlimizdə olan o möhtəşəm gücü, yəni burada olan o nəhəng potensialı işlətməyi bilmirik. Açarı əlimizdə deyil. İndi o açar bizim əlimizdə olacaq və biz onu eləyə biləcəyik. Aha. İndi mənim sizdən xahişim odur ki, mən sizə bir hekayə danışacağam. Bu hekayəni istər gözü açıq vəziyyətdə, istər gözü bağlı vəziyyətdə sadəcə olaraq təsəvvür edin. Amma mən gözü bağlı təsəvvür edeyim Aha, ki, necə daha rahatlıqda. yaxşı olsun. Siz də, izləyicilər də, yəni istər gözü açıq, istər gözü bağlı vəziyyətdə bunu təsvir etməyiniz lazımdır. Lakin sizdən 2 dənə şərtim var. 1. Mütləq şəkildə bu hekayəni vizuallaşdırın. Yəni gözünüzdə canlandırın. Aha. Gözünüzdə canlandırmağınız şərtdir. 2. Tələsmədən həqiqətən bütün duyğuları, vizuallaşdırmanı, hissləri orada yaşayın. Bunları elədiyiniz təqdirdə hər kəs bunu edə biləcək, yadda saxlaya biləcək. Başlayırıq hekayəmizə. Neçəsini deyirsiniz mənə indi? Hamısını. Hamısını deməyin də Əmircan. narahat olmayın. Yadından çıxacaq. Çıxmayacaq. Çıxmayacaq. Əmin olun ki, Çox çıxmayacaq. uzundur. Yəni deyiləni eləyin, əmin olun ki, yadda Yaxşı. saxlaya biləcəksiniz. Hətta limitsiz şəkildə bunu istədiyimiz qədər uzayalım, uzadırıq. Yaxşı. İndi izləyicilərimizdən də xahiş edirəm. Rahat söykənin bir yerə, arxanıza yaslanın və sadəcə olaraq hekayəni gözünüzdə canlandırın. Təsəvvür eləyin ki, oturduğumuz yerdə birdən əsnəyirik və əsnədiyimiz zaman ağzımızdan bir süfrə çıxır. Bu süfrə ağzımızdan çıxarkən hətta ağzımızın kənarlarına da toxunur və biraz bizi incidir. Amma ağzımızdan tamamilə çıxdıqdan sonra sərilir bir masanın üzərinə. Növbət sözümüz kartdır. Yaxınlaşırıq süfrəyə. Süfrəni əlimizə götürürük, belə baxmaq üçün. Çox maraqlı bir süfrədir. Birdən görürük ki, əlimizə aldığımız süfrə dağıldı, hamısı kartlara dönüşdü və kartların hamısı yerə səpələndi. Sonra yerə səpələnmiş bu kartları əlimizə alırıq və kartı əlimizə aldıqdan sonra onları biraz bükürük, bir qaşıq halına gətiririk və həmin qaşığı yaxınlaşdırırıq, ağzımıza qoyuruq. Yəni buradakı sözümüz qaşıqdır. Növbəti sözümüz olacaq pencək. Qaşıqla ağzımıza bir şeylər qoyduq. Ağzımızı tərpətdiyimiz zaman birdən ağzımızda çox qəribə bir material olduğunu hiss edirik. Görürük ki, ağzımızda bir pencək var. Dərhal tüpürüb ağzımızdan çıxardırıq o pencəyi. Əslində çox da gözəl bir pencək imiş. Və həmin bu pencəyi ağzımızdan çıxartdıqdan sonra onu əynimizə geyinirik. Bundan sonraki sözümüz olacaq sancaq. Pencəyi əynimizə geyindiyimiz zaman qollarımızın altından, belimizin ətrafından, kürəyimizdə, boynumuza, qollarımıza bir yanma hissi, sanki nəyinsə batdığını hiss edirik. Sən demə, bunda çoxlu sancaqlar var imiş və o sancaqlar bizim bütün bədənimizə batır və bizi incidir. Növbəti sözümüz olacaq torpaq. Həmin bu sancaqları dərhal bədənimizdən kənarlaşdırmaq üçün onları çıxardırıq. Və bunları çıxartdığımız zaman sancağın bizim bədənimizə batdığı yerlərdəki dəliklərdən yerə çoxlu torpaq tökülür.
Həmin bu torpaqların hamısını sonra bir araya gətiririk və topladığımız bu torpağı gözəl bir formada yığcamlaşdırıb bir yastıq halına gətiririk. Yumuşaq bir yastıq. Bu yastıq çox yumuşaq olduğu üçün rahatlıqla güvənib özümüzü sərbəst atırıq yastığın üstünə ki, başımızı qoyaq. Lakin başımızı qoyduğumuz anda birdən-birə qəribə bir həm soyuq, həm də bir sərtliklə qarşılaşırıq, qulağımızda hiss edirik. Çünki başımızı qoyduğumuz şey əslində böyük bir duz parçasıymış. Və həmin bu duz parçasını üzümüzü tez belə sirkələyirik, silirik ki, duz çünki üzümüzə yapışıb. Birdən görürük ki, bu duzu üzümüzdən, gözümüzdən, başımızdan sirkələyib tökərkən gözümüzün kənarlarında bir eynək olduğunu təsəvvür edirik. Duz döndü oldu eynək. Eynəkdən sonraki sözümüz olacaq ayaqqabı. Eynəyi çıxardıb gözümüzə bir daha taxanda birdən gözümüzə bir qaranlıq qərq olur. Nəyə görə? Çünki əslində bizim gözümüzə taxdığımız şey əslində bir cüt ayaqqabı imiş. Ayaqqabıdan sonraki sözümüz olacaq kofe. Ayaqqabını dərhal ayağımıza keçirtmək istəyəndə inanılmaz bir ayağımızdan qaynar sanki bir yanma hiss edirik ayaqlarımızda. Sən demə ayağımızı keçirtdiyimiz şeyin, yəni bu ayaqqabının içərisində qaynar bir kofe var imiş. Ayaqlarımız həm yanır, həm də kofenin ətrini hiss edirik. Və biz ayağımızı ovuşdurub onun o yanğısını dindirməyə çalışarkən ayağımızın altına bir dənə telefonun, bir smartfonun yapışdığını təsəvvür edirik. Və həmin bu smartfonu ayağımızın altından dərhal çəkirik, düyməsini basıb yandırırıq və telefonda bəzi düymələri basarkən, yəni nömrələri yığarkən, həmin telefonun sehirli bir şəkildə fırlanıb yerində birdən-birə böyük bir kompüter olduğunu təsəvvür edirik. Sonra bu kompüterin düyməsini basırıq, işə salırıq. Birdən kompüterin ekranı açılanda növbət sözümüz olacaq şalvar. Çox sevdiyimiz, çox gözəl, çox şık bir şalvarın monitorda göründüyünü təsəvvür edirik. Və çox absurd səslənə bilər, çox qəribə gələ bilər, amma əlimizi uzadırıq, ekrandan həmin o şalvarı çəkib çıxardırıq, əlimizi alırıq. Və həmin bu şalvarın materialı çox gözəldir, çox yumuşaqdır, çox rahatdır, o qədər rahat, gözəl bir materialı var ki, həmin bu şalvarı geyinirik bədənimizə. Və ayaqlarımızı şalvarın hər bir ayağına salarkən birdən görürük ki, ayağımıza keçirdiyimiz şeylər şalvarın balaqları deyil, bir cüt təkər imiş. Qara bir təkər. Bu təkərləri təbii ki, ayağımızdan çıxartmaq istəyərkən birdən onun yapışıb qaldığını təsvir edirik, hiss edirik dərimizdə. Çünki əslində ayağımıza geyindiyimiz şey də təkər yox, bir növ ilbiz imiş, yəni zərli imiş. İlbizdən sonraki o ilbizin bədənimizdə yeriməyini, yapışmağını, onu hiss etməliyik. Sonra bu ilbizi dərhal özümüzdən kənarlaşdırmaq üçün əlimizlə vurmaq istəmirik, çünki həm iyrənirik, həm də qorxuruq. Ona görə də kənarda asılmış bir pərdəni tez əlimizlə çəkirik. Həmin bu pərdə ilə əlimizə pərdəni keçirib, o pərdə vasitəsilə ilbizi bədənimizdən götürüb uzaqlaşdırırıq. Növbəti sözümüz olacaq düymə. Pərdəni təmizləmək üçün artıq ondan işimiz bitdi. Götürüb belə sirkələyib çırpanda həmin pərdədən yerə çoxlu sayda misilsiz düymələrin töküldüyünü xəyal edirik. Həmin bu düymələr çox gözəl, rəngarəng düymələr olduğuna görə bundan gözəl bir heykəl düzəltmək qərarına gəlirik və o düymələrin hamısını bir araya toplayıb gözəl bir
heykəl, şah əsəri yaradırıq. Və həmin bu heykəli gözəl bir yerdə nümayiş etdirmək üçün qoyanda o heykəlin budaqlanıb, uzanıb böyük bir ağaca dönüşdüyünü təsəvvür edirik və o ağacın kölgəsində istirahət edirik. Sərinlənirik, ağaca toxunuruq, onun qabığının o möhtəşəm teksturasını hiss edirik. Sabahınız xeyir. Müşahibə, bu çox uzun çəkdi elə bil. Əslində bir neçə dəqiqə çəkib. İndi izləyicilərdən də xahişim odur ki, biz indi yadda saxlama mərhələsini elədik. İndi gəldi xatırlama etabı. Aha. Xatırlama etabında sadəcə hekayəni danışacağıq. Qorxuram. Bir yerdə eləyəcəyik, narahat olmayın. Əziz izləyicilər, siz də bizə qoşula bilərsiniz. Gəlin indi təsvir elədiyimiz bu hekayəni yadımıza salaq, nağılımızı xatırlayaq. Nağıl çox biraz uzun getdi. Əsnədik ağzımızdan nə çıxdı? Süfrə çıxdı. Bəli. Süfrənin deməli, süfrəni belə götürdük, yerə çırpdıq. Yerə çırpanda kart oldu. Biz kartı götürdük, kartı yığanda gördük bu bir qaşıqdır. Qaşığı ağzımıza apardıq. Biz gördük ki, o duzdur. Yox. Hə. Ağzımıza, qaşığı ağzımıza qoyduğumuz zaman ağzımızda qəribə bir tam, qəribə bir material hiss etdik. Pencə idi. Hə, bu pencə idi. Pencəyi həm də qəşəng pencə idi. Pencəyi biz deməli bu pencəyi geyinirik. Hə, pencəyə geyinirik. Pencəyə geyinəndə görürük ki, bizə pencədən nələrsə batır. Bəli. Bu da sancaqdır. Bəli. Və bir baxıb görürük ki, sancağın hər tərəfindən əslində torpaq dağılır. Bəli. O dəliklərdən, çünki bədənimizdən ki uzaqlaşdıranda oradan torpaq tökülür. Beynimə fəsad maraqlıdır ki, görəsən sonra nə olacaq? Hekayə özü aparacaq bizi. Deməli, torpaq dağılır yerə. Yerə torpaq dağılır. Sonra nə idi orada? O torpaqların hamısını bir araya toplayırıq. O torpaqların hamısını bir araya toplayırıq, yığırıq və bir eynək olur. Yastıq düzəldirik. Yastıq düzəldirik, doğru. Yastıq düzəldirik. Yastıq düzəldəndə biz başımızı qoyuruq, baxıb görürük ki, əslində bu yastıq deyilmiş, bu duz dağıymış. Və duz dağıymış. O üzümüzdəki duzu təmizləmək üçün belə üzümüzü ovuşduranda baxıb görürük ki, eynək var. Eynəyi taxırıq və görürük ki, əslində bu eynək deyilmiş, bu ayaqqabıymış. Ayaqqabıymış. Deməli, ayaqqabını nə edirlər? Geyinəndə baxıb görürük ki, ayaqqabının isti çox istidir. Bəli. Burada kofe var imiş və ayağımızı təmizləmək istəyəndə baxıb görürük ki, bu telefondur. Bəli. Telefonu götürürük. Baxırıq ki, bu bir kompüterdir. Kompüterin ekranında biz şalvar görürük. İndi yadıma düşür. Şalvar görürük. Biz deməli şalvarı götürürük, əynimizə geyinmək istəyirik. Şalvarı götürüb əynimizə geyinmək istəyəndə baxıb görürük ki, bu bir təkərdir. Bəli, ayaqlarımıza təkər keçir. Təkəri çıxartmaq istəyəndə baxıb görürük ki, bu bir ilbisdir. Zəli təsəvvür etdim mən onu. Zəlini təmizləmək üçünsə biz pərdəni götürürük, pərdə ilə təmizləyirik. Pərdə ilə təmizləyirik. Sonra nə idi? Bir saniyə. Daha sonra bu pərdəni götürürük, biz pərdəni çırpırıq. Çoxlu düymələr tökülür oradan. Düymələr töküləndə isə biz bu düymələri yığıb biz bu düymələri yığıb heykəl düzəldirik. Bəli. Heykəldən sonra isə ağac düzəldirik. Bəli. Təbriklər. Özünüzü alqışlaya bilərsiniz. Doğrudan Müşahid, neçə söz oldu onda bu? Hamısı 20 dənə. 20 dənə söz, bu hamısını düzdür deyim. Bəli, hamısı.
Ay, çox maraqlıdır. Mən adətən 3 dənə sözü yəni düz deyə bilən adam deyiləm. Siz deyirsiniz, siz deyəndə həqiqətən mən onu təsəvvür elədim də. Yəni şalvarı götürdüm, əynimə geyindim, çıxardanda təkər oldu. Təkəri pərdə ilə təmizlədim. Onsuz da siz bunu təsəvvür eləməsəz, o sizin yadınızda qalmaz. İndi olur ki, bəzən insanlar çaşdıra bilirlər. Yəni əgər izləyicilərimizdən də kimsə çaşıbsa, nə isə düzgün deməyibsə, yadda saxlaya bilməyibsə, əmin olun ki, ya orada təsvir eləməyib, gözündə canlandırmayıb, ya da ki, oradakı bəzi hissi, duyğunu ora qatmayıb. Sadəcə olaraq görüb keçib. İkisi də önəmlidir. Həm görmək, həm də ona duyğu qatmaq. Bunun ikisi varsa, ola bilməz ki, bir insan bunu yadda saxlaya bilməz. Mümkün deyil. Müşahim bəy, bu çox belə qəribə bir hissdir. Baxın, indi biz burada möcüzədir, hə? Möcüzədir həqiqətən. Möcüzə bilirsiniz nədir? Möcüzə insanın ağlının qavraya bilmədiyi bir şeyi birdən-birə gördüyü zaman dərk edə bilməmə halıdır. Yəni insan ağlı dərk eləyə bilmədiyi bir şeylə qarşılaşdıqda onun adını qoyur möcüzə. Heç bir möcüzə yoxdur. Bəlkə də var. Bir dənə möcüzə var, bizim beynimiz. Allahın yaratdığı bu beyin çox möhtəşəm bir potensiala sahibdir. Bir neçə saniyə öncə 20 dənə sözün heç 5-ini düzgün saya bilməkdir. İndi 20-sini də ardıcıl saya bilirsiniz. Hətta bunu 20-dən 1-ə də saysanız, yenə də eyni effekti alacaqsınız. Hekayəni, bəli, geriyə sarın, filmi elə ki, kaseti geriyə fırladın, eyni şey olacaq. Burada bu siyahını uzatmaq olar. 100, 200, 300, 500, 1000 limitiniz yoxdur. Onda bu beyni əslində işlədir. Əlbəttə ki. Bu yaşlanmanın qarşısını alan bir metoddur dedim. Biz əvvəldən də demişdik ki, insan beyni 2 yarımkürədən ibarətdir. Duyğusal olan sağ yarımkürə və məntiqsel olan sol yarımkürə. Bunların xüsusiyyətləri bir-birindən fərqlidir. Sol yarımkürə sözlər, məntiq, hesablama, alqoritm, ardıcıllıq, sağ yarımkürə isə duyğular, xəyal gücü, vizuallaşdırma, bütövə baxma kimi funksiyalara sahibdir. Və bunun tam potensialından faydalanmaq üçün gərək ikisi də balanslı istifadə olunsun. Necə ki, bir insanın deyək ki, bir tərəfi insult vurubsa və bir tərəfini istifadə eləyə bilməksə, fiziki potensialı məhdudlaşırsa, beynin də sadəcə bir tərəfi istifadə olunanda onun potensialı məhdudlaşır. Bizim yaddaş texnikalarında, bizim Psyche-də elədiyimiz şey bəs budur da, iki beyin yarımkürəsini tam şəkildə istifadə eləmək. İndi baxın, burada sözlər var. Düzdür? Bunlar beynin hansı tərəfidir? Sol tərəfi. Sol tərəfində. Burada xəyal gücü var. Bu beynin hansı tərəfidir? Sağ tərəf. Sağ tərəfidir. Burada hisslər, duyğular oldu mu? Bəli. Oldu. Sağ tərəfdir, düzdür? Bəli. Burada ardıcıllıq oldu mu? Oldu. Oldu. Bu hansı tərəfdir? Sol tərəfdir. Bəs yaxşı, bu iki şeyin ikisi də eyni anda istifadə olundu mu? Oldu. Ona görə də nəticəsi belə oldu. Yəni əslində mütəmadi olaraq deyirlər ki, yaşlanmanın əleyhinə, yaşlanmanın qarşısını alan müəyyən oyunlar, əslində bu oyunlar daha çox vacibdir. Bundan yaxşısı yoxdur. Yəni həqiqətən, çünki sən həm bunu təsəvvür edirsən. Mən sonlarda əvvəli unutdum və mən sonlarda çalışırdım ki, əvvəli xatırlayım. Heç ehtiyac yoxdur. Əgər dedim də onu əslində. Bəli, bir çox insanın, bizim təlimlərimizə gələn insanların bir çoxunun etməyə çalışdığı şey odur ki, aman təkrarlayım, aman geriyə qayıdım şeyliyim, birdən yadımdan çıxar. Halbuki bu da insanın öz beyin gücünə güvənməməyindən qaynaqlanır. Tam doğruya. Allah yaradan elə bir şey yaradıb ki, bizim bu elə bir şey verib ki, o möhtəşəm bir gücə malikdir. Onu sözlərlə təsəvvür eləməyimiz mümkün deyil. Ona görə də sadəcə olaraq onu necə istifadə eləməyin qaydasını bilmək lazımdır. Nəticəsi isə göz qabağındadır. Yəni bunu hamı rahatlıqla artıq bundan sonra bu videonu izləyən hamı istifadə edə bilər. Bazara gedəcəksiniz, alınacaq şeylər var. Bu formada yadda saxlayın. Gün ərzində etməli olduğunuz işlər var. Bu formada yadda saxlayın. Kağız qələmi, qeyd dəftərçəsini unudun. Bunu eləyin ki, beyniniz işləsin. Çünki beyin hüceyrələrinin regenerasiya qabiliyyəti yoxdur. Öldüsə bitmişdir, yerinə yenisi gəlmir. Ona görə də onları aktiv saxlamağın yolu bunlardan keçir. Və heç bir zəka oyunu, heç bir sudoku, heç bir nə deyirlər ona, şahmat oyunu, ağıl zəka oyunlarıdır, dama oyunudur, şahmatdır.
Bunların heç biri bunun qədər sizin beyninizi işlətməz. Çünki adını çəkdiyimiz şeylərin hər birisi sol beyin əsaslı şeylərdir. Bəli. Burada hər iki beyin eyni anda istifadə olunur. Bəs bu vaxtımız azalır. Bu sürətli oxuma necə olur? Bax burada indi deyim ki, baxın bir söz mən 20 dənə sözü yadda saxladım da. Amma sürətli oxumada belə deyil axı. Sən mətni yadda saxlamalısan. Bu necə baş verir? Orada yadda saxlayırsan, yoxsa əzbərləyirsən? Sürətli oxunun məqsədi əslində düzdür, faydalarından birisi həm oxuduğunuz mətni tez bir zamanda oxumaqdır və tez bir zamanda oxuyub yadda saxlamaqdır. Amma sürətli oxunun ilkin məqsədi tez oxumaq deyil. Diqqətin yayınmadan oxumaqdır. Düz oxumaqdır yəni. Eynən. Yəni diqqət yayınmasın deyə sürətli oxu deyilən bir şey var. Tez bitirmək üçün yoxdur. Bu da necə yaranıb? Bu müharibə zamanı əvvəllər elə idi ki, gözətçi məntəqələri olurdu. Həmin gözətçi məntəqələrində bu Alman hərbi hava qüvvələri Londonu bombalayarkən orada gözətçi məntəqələrində xüsusi əsgərlər dayanırdılar. Onlar hava sahəsini müşahidə edirdilər. Düşmən təyyarəsi yaxınlaşanda onu görürdülər. Hava hücumundan müdafiə qüvvələrinə xəbər göndərirdilər. Eyni zamanda əhaliyə xəbərdarlıq edirdilər ki, insanlar sığınacaqları çəkilsin, çünki birazdan bombardman olacaq. Lakin bəzən o hava hücumundan müdafiə qüvvələri havada yanlışlıqla öz təyyarəsi ilə, öz ordusunun təyyarəsi ilə düşmən təyyarəsi qarışırdı bir-birinə. Çünki indiki kimi texnologiya yox idi, avtomatlaşdırma deyildi. Atıcı sərrastlığına ehtiyac var idi. Bu səbəbdən də havada onlar bir-birinə qarışırdı, səhvən öz təyyarəsini vururdular. Və yaxud əhaliyə gec xəbərdarlıq edirdilər, insan tələfatı olurdu, hərbi texnika tələfatı olurdu. Həmin illərdə də ABŞ-ın Ohio Universitetində Dr. Renshaw adlı bir həkim alim gözün çevik görməsi üzərində çalışmalar aparırdı və takistoskop deyilən bir cihaz icad eləmişdi. Bu takistoskop obyektivi olan bir cihaz idi, fotoaparata bənzəyən. Onun obyektivindən baxanda arxa tərəfdə saniyənin 25də biri, 50də biri, 100də biri sürətinin müxtəlif şəkillər göstərirdi. Onları görüb nə olduğunu dərhal tez qavrayıb demək lazım idi. Çevik görmə təlimləri adı altında bunu əsgərlərə keçdilər bu məşğələni. Və bu məşğələlərdən sonra həmin bu əsgərlərin gözətçi məntəqəsinə dayanan hansı ki müşahidə aparan, onların sərrastlığında və görmə bacarığında çox ciddi bir artış meydana gəldi. Sonra bu əsgərlər tərxis olunub evə getdikdə, yəni hərbi xidmətlərini başa vurduqdan sonra bunlar əllərinə qəzet, jurnal, kitab alanda bir də baxıb gördülər ki, özlərindən asılı olmadan gözlər sürətlə axır. Tez oxuyurlar. Amma oxuduqlarını yadda saxlayanmırlar. Ona görə də bu elə olduğu yerdə qaldı. Uzun illərdən sonra Einsteynin beyninlə bağlı olan nəzəriyyələri, yaddaş texnikalarının yenidən gün üzünə çıxması nəticəsində bunlar, yəni Dr. Renshaw'ın çevik görmə təlimləri ilə yaddaş texnikaları birləşdirildi və anlayaraq sürətli oxu proqramı ərsəyə gəldi. Anlayaraq sürətli oxu proqramındakı məqsəd də birinci növbədə insanın tez oxuması deyil, diqqət yayınmadan oxuması. Nəyə görə? Çünki indi mən bunu çəkib göstərəcəm, birazdan bunu yəqin ki kamerada göstərərsiniz. Hüseyn bəy göstərər. Baxın, insan beynində bu maksimum düşüncə sahəsini göstərir. Deyək ki, bu hissə bizim maksimum düşüncə sahəmizi göstərən bir sərhəddir. Bu da alt limitdir. Bu boşluq bizim maksimum düşüncə sahəmizdir. İndi bir dənə xətt çəkirəm. Bu xətt bizim oxuma sürətimiz olsun. Tamam mı? Deməli, sürət yazaq bura. Bu oxumağa ayırdığımız sahə ki var, burada beynimiz oxuma fəaliyyəti ilə məşğuldur. Baxın, görürsünüzmü? Burada hərflər gedir və beyin burada oxuma fəaliyyəti ilə məşğuldur. Amma beynin maksimum düşüncə sahəsi nə olub? Burada boş qalıb. Beyin boşluğu heç vaxt qəbul eləmir. Psixologiyada bir mənalı olaraq belədir. İnsan beyni həmişə boşluğu bir şeylə doldurur. Nə ilə doldurur? Həmin anda ən çox ehtiyacı olan şey nədirsə. Bu səbəbdən də siz əlinizə alırsınız kitabı, mətni oxuyursunuz, sürətiniz aşağıdır. Sürətiniz aşağı olduğuna görə beyin bu maksimum düşüncə sahəsini gündəlik düşüncələrlə məşğul etməyə başlayır. Uşağı məktəbdən götürmək lazımdırsa onu ağlınıza gətirir. Tətil planlaması eləməlisinizsə onu gətirir.
etməli olduğunuz bir ödəniş varsa o yadınıza Və yaxud da salır. lazımsız Nə köhnəltilər. qədər şey varsa burada müxtəlif düşüncələr də olur. Bəli. Beyin də çox sürətli düşünə bilən bir potensiala sahib olduğu üçün həm gedir o şeylərlə maraqlanır, həm də gəlir bura. Yəni onların arasına gedir, gəlir, gedir, gəlir. Bayaq mən əslində yadda saxlayanda belə eləyirdim. Bəli. Yəni onların arasına gedib gəlir. Lakin bəzən nə baş verir? Bəzən burada onun diqqətini çəkən elə bir mövzu olur ki, beyin onun üçün çox maraqlı olur. Və ona görə də beyin ora gedir, gəlmir. amma geri gəlmir. Çünki orada əlində oxuduğu mövzudan daha çox onun diqqətini cəlb edən bir şeylə qarşılaşır. O ona daha maraqlı gəldiyi üçün gedir ona ilişir, geriyə qayıtmır. Nəticədə də kitab bağlanır, mətn qoyulur kənara və o işin sonunda da biz düşünürük ki, mən nə oxumuşdum. Ağlımıza heç bir şey gəlmir. İndi baxın. Fikri başqa yerdə olur. Fikri başqa yerdə. Çünki gedir, gəlir, sürət aşağıdır, maksimum düşüncə sahəsi başqa fikirlərlə doludur. Hər birimizdə olur. Oxumağa başlayırıq, ağlımız gedir başqa bir şeyə, telefona, ona, buna və s. Amma indi təsəvvür edin ki, görün nə baş verəcək. Bu sürət xəttini buradan götürüb qaldırırıq bura. Böyüdürsün. Böyütdük. Nə oldu? Baxın, beyin daha çox oxuma fəaliyyəti ilə məşğul olmağa başlayacaq. Və zaten burada yer qalmayacaq ki, beyin başqa şeylərlə məşğul ola bilsin. Ona görə də diqqət hardadırsa, enerji də ora yönələcək və başqa boşluq qalmadığına görə beyin o boşluğu başqa heç bir şeylə doldura bilməyəcək. Başqa bir nümunəsini verim. Maşın sürəndə aşağı sürətlə maşını idarə edirsinizsə saatda 20 ilə, yan tərəfdə sağda solda olan parkda olan insanlara hər şeyə baxırsan. Sağ tərəfdəki binanın 7-ci mərtəbəsinin sol balkonunda asılmış bayrağa da baxırsan. Doğru. Amma sürətin yuxarıdırsa, bütün diqqətin olur yolda. Artıq bir oturma şəklin dəyişir, çəki düzəni dəyişir. Bəli. Tıxaca girirsən, baxırsan maşınlar çoxdur, artıq daha ciddi oturursan ki, bir dəqiqə musiqinin səsini də alırsan ki, bir dəqiqə diqqətli olmaq lazım. Fikrim yayılmasın. Ona görə də sürətli oxumaq konsentrasiyanı pozmur, əksinə konsentrasiyanı artırır. Bizim konsentrasiyamızın olmamağının səbəbi də zaten yavaş oxumaqdır. O mənim çox sevdiyim bir metafor var. Bir gün bir professor içəriyə daxil olur sinifə. Şagirdlərinə bir dənə böyük bir banka gətirir. Deyir ki, uşaqlar, sizcə bu banka boşdurmu, doludur? Uşaqlar deyir ki, boşdur. Sonra professor götürür tenis toplarının hamısını boşaldır bankanın içərisinə. Yenidən sual verir. Sizcə indi banka boşdurmu, yoxsa doludumu? Uşaqlar cavab verir ki, doludur. Professor daha sonra bir torba çınqıl daşını boşaldır, həmin o bankanın içərisinə tenis toplarının arasına sual verir. Sizcə indi banka boşdurmu, yoxsa doludumu? Hər kəs bir ağızdan gülür, biraz da deyir ki, doludur. Daha sonra professor bir torba qumu götürür bankanın içərisinə doldurur, o daşların arasına tam yerinə otursun deyə yanından da biraz vurur. Sual verir, sizcə bu boşdurmu, doludumu? Yenə də şagirdlər hamısı gülüşür və deyir ki, doludur. Ən sonda professor bir stəkan suyu götürür və tökür bankanın ta ağzına, artıq bir damla belə su yerləşməyənə qədər doldurur və yenidən sual verir. Hamısı bir ağızdan deyir ki, doludur. Və professor izah eləyir ki, baxın, bu bizim həyatımız da belədir. Tenis topları bizim həyatımızdakı ən böyük, əhəmiyyətli şeyləri təmsil edir. Ailəmizi, dəyərlərimizi, inanclarımızı və s. Çınqıllar ikinci dərəcəli önəmli şeyləri. Malımızı, mülkümüzü, sərvətimizi, resurslarımızı təmsil edir. Qum dənəcikləri əhəmiyyətsiz şeyləri təmsil edir. Əgər ki biz bu bankanın içərisini birinci növbədə qum ilə doldursaydıq, orada önəmli olan şeylərə, tenis toplarına və çınqıla yer qalardımı? Qalmazdı. Çınqılı doldursaydıq tenis toplarına önəmli şeylərə yer qalardımı? Qalmazdı. Amma öncəliklə həyatımızı bir mənalı olaraq birinci dərəcəli əhəmiyyətli şeylərlə doldurub, daha sonra əhəmiyyət dərəcəsinə görə şeylərlə doldursaq, daha yaxşı olar. Və həmin o sonda əlavə elədiyi su da insanın əslində özünə ayırdığı bir istirahət, bir rahatlama zamanıdır. Əgər ki, həyatımızı önəmli şeylərə ayırsaq, ən kiçik şeyləri də vaxtımız çatar. Əksi təqdirdə isə heç bir şeyə biz vaxt ayıra bilmərik, istirahətimizə belə. Sözümün canı ondan ibarətdir ki,
Bizim beynimizin işləmə prinsipi də həyatımız necəsə eynən o şəkildədir. Çünki o onun bir modelidir. Biz də beynimizi əhəmiyyətsiz şeylərə ayırdığımız zaman əhəmiyyətlilərə yer qalmır. Amma əhəmiyyətli şeylərin sayısını çoxaltdığımız zaman hər şeyi biz yer çatdıra bilirik. Eyni ilə sürətli oxuda olduğu kimi, eyni ilə professorun nümunəsində olduğu kimi. Çox maraqlıdır. Müşahim baba, mən indi siz deyirsiniz, mənim dərdlərim yadıma düşüb. Baxın, uşaqlarda beyninin ən gözəl çalışan vaxtlarıdır. Deyim ki, oğlumun 8 yaşı var, 9 yaşı var, üzr istəyirəm. Allah saxlasın. Çox sağ olun. Onun beyninin mərkəzində oyun gəlir, dayanır. Bu da mənə çox qorxudur. Dövrümüzün mən deyərdim gözəl bəlalarından biridir. Yaxşı, indi mən bu uşağın beynində o əsas dəyəri, oxumaq dəyəri, demirəm hər oxuyan alim olacaq, amma hazırda bu dəqiqə oxumalıdır. O dəyəri necə formalaşdırım ki, o qum, əsas tenis topu olsun, yəni o qum olmasın. Birinci növbədə özünüzdə o dəyəri formalaşdırmalısınız. Aha. Bu həmişə psixoloqlardan bunu soruşublar, alimlərdən. Deyir, uşaqlarınızı tərbiyələndirməyə çalışmayın. Özünüzü tərbiyələndirin. Onsuz da uşaqlar sizin izinizdən gedəcəklər. Uşaq 6 yaşına qədər şuuraltının 95% proqramlanan bir təbii kompüterdir. Onun da proqramlayan valideynlərdir. Yəni gözünü açıb gördüyü mühitdir. Siz özünüzdə bu dəyərləri formalaşdırsanız, zaten o sizin izninizdən gedəcək. Onu götürəcək. Bu həmişə belə olub, bu belədir. Günün sonunda zaten siz öz öyrəndiyinizi ona ötürə bilərsiniz. O da sizdən ala bildiyini alar. Almadığını da həyat boyunca zaten həyat ona göstərəcək. Ona görə də birinci növbədə özünüzdə o dəyərləri formalaşdırın, onda 100% formalaşacaq. Müşahim bəy, baxın, mənə çox maraqlıdır ki, indi biz burada dedik, bu mənim bildiyim sözlərdir, yəni ortalama eşitdiyim sözlərdir. Bir də var, xarici dil öyrənmək istəyirlər. Yəni bu çətin, mənə görə çətindir. Mən bunun üstündə çox əziyyət çəkmişəm. Çəkmiş biri kimi deyirəm də. Düşünürəm ki, heç nə yadımda qalmır. Çox sonra tapıram ki, nəsə yadımda qalır, amma işdən keçəndən sonradır. Bu metodla, siz mənə dediyiniz metodla xarici dil öyrənmək olarmı? Olar. İstənilən xarici dil, yəni bu metod, sırf bu metodundan... Yox, yəni metodla. Yaddaş texnikaları. Yaddaş texnikaları. Yaddaş texnikalarından olar əlbəttə ki. Yaddaş texnikalarından hər şeyi yadda saxlamaq olar. Mən şok deyiləm. Necə yəni? Mən onu öyrənəcəm və mənim yadımda qalacaq. Hə. Bilirsiniz necə baş verir bu? Nümunəsini də indi deyərəm sizə. İnsan beyni yeni aldığı informasiyanı keçmiş bazasında olan informasiya ilə şuuraltı bunu birləşdirir. Yəni 5 duyğu üzvü vasitəsilə topladığımız informasiyaları keçmiş dosyaları vərəqləyir. Orada ən çox nə ilə uyğunlaşdırırsa onun böyrünə calayır. Ki bu bunun eynisidir. Ona görə bir baza olmalıdır. Bu bazada hamımızda var. Xarici dildə, istənilən bir dildə o dilin əsasını təşkil edən şey o dildəki ifadələr və sözlərdir. Dil sözlər üzərinə qurulmuşdur. Bir binanın kubikləri kimi, kərpicləri kimi düşünə bilərsiniz. Onurğa sütunudur sözlər. Və hər bir insanın bir gündəlik danışdığı söz miqdarı var. Bir də ümumi danışdığı söz miqdarı var. Yəni biz dildə minlərlə söz, məsələn məndə bir lüğət var ingilis dilində. Orada 53 min dənə söz var. Hətta ingilis dilində ola bilər ki, ondan daha da çox söz var. Amma biz gündəlik həyatda 53 min dənə sözü istifadə eləmirik axı. Ortalama belə. Ortalama maksimum bir 2000-ə yaxın, 2000-3000 civarı, indi ingilis dil müəllimləri düz məndən daha yaxşı bilərlər bunu. 2000-3000 civarı sözləri biz istifadə edirik həyatımızda. Və əgər ki biz bizim üçün ən çox lazım olan həmin sözləri biləriksə, hər bir dil üçün keçərlidir. O dildəki danışığın, akademik məqalənin, gündəlik söhbətlərin 80%-dən çoxunu, 90%-ni, 80-90%-ni başa düşərik və özümüzü ifadə edərik. Bizə də bu lazımdır. Bəli. Və yaddaş texnikaları vasitəsilə bunu eləmək mümkündür. Uzun təkrarlar olmadan, qısa və effektiv, qalıcı bir şəkildə. Neçə vaxt olur bu? Bu insanın özünün çalışmasından asılı olan bir şey. Yəni yaddaş texnikaları 3 günlük bir təlimlə ortalama 16-20 saatlıq bir təlim müddətində tam şəkildə öyrədilir. 3 günə 16-20 saat. 16-20 saat arası dəyişir bu təlimin müddəti. Yəni bu təlimdə texnikaların hamısını insan öyrənir.
texnikanı öyrəndikdən sonra mən nə qədər vaxtda nə qədər söz öyrənəcəm, o onun çalışmağından asılıdır. Amma ortalama təcrübələrimə əsasən deyə bilərəm ki, heç yəni yox yerdə belə əylənə deyib gülə-gülə gündə 1 saat məşq eləsə, bir aya bir 500 dənə sözü rahat öyrənmək mümkündür. Rahat öyrənəcək. Rahat öyrənmək Yəni mümkündür. bu sözü sonra yəni standart olaraq cümlələrə, həyatında istifadə edə biləcək də praktik olaraq. Əlbəttə, ya dediyim kimi sözün istifadə olunma yeri qrammatikadır. Aha. Qrammatikada sözlərin Bəli. birləşməsi ilə ərsəyə gələrdi. Yəni sözləri biz qrammatik Mən tərcümədən soruşuram. sözləri biz nə üçün istifadə edirik? Cümlə qurmaq üçün. Bəli. Qrammatika ikinci dərəcəli önəmlidir. Əsas olan sözlərdir. İstənilən dildə önəmli olan şey sözdür. Doğru. Mən özüm 8 yaşımda başlamışam ingilis dilini öyrənməyə. Mən o vaxtlar düzdür, o vaxt heç yaddaş texnikasını bilmirdim, eləmirdim. Bilsəydim daha da yaxşı olardı. Kaş ki biləydim. Qismət. Bu lüğətlərin arxasında o vaxt kitabların, bizim məktəb kitablarının arxasında lüğətlər olurdu. Onları mən öyrənirdim, yadda saxlayırdım. O mənim çox işimə yaramışdı. Söz çox. Yəni baxın, gedin istənilən bir xarici ölkəyə, heç bəsit bir cümləni düzüb qoşa bilməyin, amma sözü bilin. Yenə də özünüzü sudan çıxardacaqsınız. Bir şəkildə bir şey eləyə biləcəksiniz. Doğru. Müşahid bəbə, bu xarici dil öyrənmək istəyənləri qoysan bir kənara, başqa kimlər müraciət edir? Konstitusiyanı öyrənmək istəyənlər, ondan sonra qərarlar, gündə çoxlu qərarlar qəbul olunur. Bəli. Yəni dövlət imtahanına hazırlaşmaq istəyənlər. Bu deyim ki, dövlət imtahanına hazırlaşırlar, bunun üçün aylar gedir. Bəlkə nə bilim bir 6 ay, 8 ay. Burada sizdə bunun müddəti qısalır. Qısalır. Onu da hekayə edirsiniz. Baxın, onu da deyim ki sizə, burada indi mənim sizə az öncə öyrətdiyim texnika, elə bilməyin ki, hər şeyi biz bu texnika ilə eləyirik ya. Elə deyil. Yox. Orada çoxlu növləri var. Mən soruşuram ki, orada Xarici dili öyrənmək üçün texnika fərqlidir, sözləri ardıcıl yadda saxlamaq üçün fərqlidir, məcəlləni yadda saxlamaq üçün fərqlidir, illər, tarixlər, adlar və üzlər. Bunların hər birinin texnikası fərqlidir. Biz hamısını da o təlimdə öyrədirik. Amma yəni bunu indi izləyənlər də elə bilməsin ki, mən bunu indi məsələn hüquqa necə tətbiq eləyəcəm bunu. Həm də yəni mən də fikirləşirəm ki, onun texnikası fərqlidir. Amma hər birinin bir dənə ortaq özəlliyi var. Vizuallaşdırma və beynin sağ və sol yarımkürələrini balanslı şəkildə istifadə etmək. İndi baxın, mən deyim ki, siz bunu mənə elədiniz. Biz bunu bir dəfə elədik. Mənim bu yadımda qaldı. Eynən misal üçün mən hüquq heç nə bilmirəm də, yəni sıfır, o barədə heç bir məlumatım yoxdur. Mən onu götürsəm, onu da belə bunun kimi deyə biləcəm. 100%. Valla mən də hüquqşünas deyiləm, amma cinayət məcəlləsinin yarıdan çoxunu bilirəm. Öyrədəndə hazırlamışıq da. 100%. Müşahid bəy, onda bax uşaqlara, valideynlər evdə uşaqlarına bu metoddan başqa necə bir metod istifadə edə bilərlər ki, dərsləri biraz asan oxusunlar? Bilirsiniz, özləri oxuyub uşaqlara təsəvvür elətdirsinlər. Yox, orada dediyim kimi, yəni hər bir mövzuya yanaşma tərzi fərqlidir. Dediyim kimi, mən indi elə şeylər var ki, mən də görürəm, mənə çox yazırlar ki, videolarda izah eləyim. Məsələn, istədikləri mövzuda elə bir mövzudur ki, onu mənim öyrədə bilməyim üçün gərək bu efir 7-8 saat dayanmadan getsin. Bildim. Elə bir şərait varsa eləyək, problem yoxdur. Yəni onu ancaq sizdən görüşə gələ bilərlər. Çünki nəyə görə? Bu mən tam səmimi şəkildə deyirəm, mən 10 ildir bu sahədə müəllimlik eləyirəm. Mən indiyə kimi bir çox dövlət universitetlərində, dövlət qurumlarında, bir çox yerlərdə müxtəlif təlimlər keçmişəm. Hətta bu təlimlərin bir çoxu olub ki, tam belə necə deyirlər, öyrədici xarakter daşıyan seminarlar olub, iştirakda sərbəst olub. Bəzi texnikaları orada öyrətmişəm. Orada bir bu işin irəli səviyyəsi var. Bir də bu işin təməl səviyyəsi var. Məsələn, sizin hansısa bir hüquqdan, tibbdən bir termini, bir dili, bir məcəlləni, bir başqa istənilən növ ağır bilgini yadda saxlamağınız üçün istifadə edəcəyiniz texnikanı tətbiq eləyənə qədər
pillə-pillə bu işin əlifbasından başlamağımız lazımdır. Bu işin əlifbası da bu bayaq mənim sizə göstərdiyim. Hə, yəni o hələ A hərfidir. Bu hələ A hərfidir. Hə. Yəni onun əlifbanın tamamlanıb, o qrammatikanın qurulub, onun istifadə olunması üçün də həqiqətən bir disiplin, bir zaman və öyrənmə tələb eləyir. O elə 2 saniyənin içində olan şey deyil. Yox, olan deyil orada. Əlbəttə ki, hamı öyrənə bilərmi? Hamı öyrənə bilər. Mümkündür. Baxın, bir neçə saniyə öncə məsələn deyə bilmədiyiniz 20 dənə sözü bir neçə saniyədən sonra bir şey öyrənirsiniz, birdən-birə hamısı yadınızda qalır. Yəni həqiqətən çox mənim üçün belə çox maraqlı oldu. Bizdə burada çox praktikalar var, amma belə bir praktikamız olmamışdı. Mənim məsələn çoxlu indi sosial məsuliyyət layihələrim olur. Bu sosial məsuliyyət layihələrində üzbəüz canlı əyani seminarlar, görüşlər təşkil edirik. Məsələn, bu yaxınlarda birini təşkil elədik. Sadəcə müraciət çoxdur deyə yer tapmaq biraz çətin olur. Tez bir zamanda da yerlər də oldu deyə. Amma növbəti etaplarda bu mütəmadiyyən olur və olacaq. İstəyənlər bu videoya baxa bilərlər, istəyənlər o görüşlərdə iştirak edə bilərlər. Daha professional, daha irəli səviyyədə öyrənmək istəyənlər zaman ayırıb tam şəkildə bunu ciddi bir şəkildə zaman ayırıb bunu öyrənə bilərlər. Ciddi şəkildə öyrənə bilərlər. Və bu da çətin bir şey deyil, dediyim kimi, çox əylənə öyrəndiyimiz bir şeydir. Yəni sevə-sevə. Əgər sən buna görə öyrənmək istəyirsənsə, sən onsuz da bunu öyrənəcəksən. Bir var məcbur öyrənsən, beynini məcbur edirsən. Məcbur olmur. Mən məsələn həmişə deyirəm ki, mənim bir dənə şərtim var təlimə gələn insanlarda. İstəyir mənim psixoloq fəaliyyətimdə olsun, istəyir müəllimlik fəaliyyətimdə olsun. Mənim insanlardan bir dənə şərtim var. Özü istəsin və çalışsın. İstəyirsə, heç kəs onu məcbur eləmirsə, məcbur mənim yanıma gətirmirsə, özü istəyərək gəlibsə və deyilən tapşırığı eləyəcəksə, onun nəticə almaması mümkün deyil. Aydındır. Nəticə mütləq 100% nəticə olacaq. Özü istəsin və çalışsın. Çalışmaq lazımdır əlbəttə ki. Əlbəttə ki. Bir də ki, baxın, mən bilmək istirdim ki, rəqəmləri yadda saxlamaq. Bu da vacib məsələdir. Biz sizinlə ilk görüşlərimizdə hətta səhv etməmsə 10 sətirli binary ədədlər, 0 və 1-lər yadda saxlamışıq. 0 və 1-ləri 6 idi yoxsa neçə dənəsi? 6 xanadan ibarət. 6 xanadan ibarət. Ya 10 ibarət. cərgə ya da 20 cərgə olur. Bəli, sətri. Yəni onu eləyir. Yadda saxlam. Onda onun da rəqəmləri yadda saxlamağın da metodu bunlar kimi deyil. Yox, deyil. Deyil. Hamısının ortaq bir dənə özəlliyi var. Vizuallaşdırma və duyğuları qatmaq. Yəni iki beyin yarımkürəsinin istifadə olması. Yəni burada qələm və kağızdan başqa heç nə, beynindən başqa heç nə lazım deyil. Bunu sadəcə gəlirsən, oturursan. Yaradan verib də burada hər şeyi. Nəyə ehtiyac var buna? Yəni bir o qədər də pul aparan resurs falan yoxdur da. Sən sadəcə insana həyatda hər şey verilir. İnsan bütün xarici dünyada olan resursların hamısını özü öz daxilindəki resursları istifadə eləyərək yaradır. Bu həmişə belədir. Tələb halına gətirir. Əslində heç nə o qədər də qəliz deyil. Necə eləyəcəyini bilmədiyimiz şeylər bizə qəliz gəlir. Bir şeyin əgər necə eləyəcəyini biliriksə, o asan olur bizim üçün. Yolu bilmirik də Müşən bəy. Biz yolu bilmirik. Yolu tapmaq üçün fərqindəlik lazımdır, istəmək lazımdır və cəhd eləmək lazımdır ki, hamı da bunu zaten edə bilər. Müşən bəy, mən təəssüf edirəm, amma bizim vaxtımız bitdi. Bizim vaxtımız bitib. Mən çox minnətdaram. Bugün həqiqətən sizdən öncə Murad bəydir bizim qonağımız. Murad bəydə də çox böyük fərqindəlik yaşadım. Biz sizlə neçənci verilişdə çəkirik. Mən heç vaxtı belə bir hiss yaşamamışdım və mən elə bilirdim ki, mən 3 dənədən artıq yadda saxlaya bilməyəcəm. Hətta içimdə bir qorxu vardı ki, biabır oldum indi burada. Cəmaatın içində. Çox təşəkkür edirəm. Çox qəşəng yerlərə apardınız məni. Qəribə bir özgüvən də verdiniz əslində mənə. O özgüvən sizin nəticənizə baxıb özünüzdə yaratdığınız bir nəticədir. Bu təlimlərdə deyim ki, mən də iştirak edəcəm, mütləq. Böyük məmnuniyyətlə, dediyim kimi hər kəs iştirak edə bilər. Mən az yaşlı uşaqlar istisna olmaqla böyük yaş kateqoriyasına 12 yaşdan yuxarı səhv etmirəmsə. Adətən 12 yaşdan yuxarı, hətta daha çox tərcihim 16, 15-16 yaşdan daha dərk etmişəm.
Çox minnətdaram. Hər kəs iştirak edə bilər, hər kəs öyrənə bilər, hər kəsdə bu resurs var. Bir dənə də sevindirici bir xəbər deyim ki, mən indi üzərində çalışmaları aparıram. Mənim bu xalqıma bəxş edəcəyim, verəcəyim, bacardığım qədər öz öyrəndiklərimdən yola çıxaraq hazırladığım iki dənə proqram olacaq. Biri hüquq sistemi ilə bağlıdır. Biri xarici dillə bağlıdır, ingilis dili ilə bağlıdır. Yəni ingilis dilində ən çox istifadə olunan 1000-dən çox sözü yaddaş texnikaları ilə hazırlayıb, bir də Azərbaycan Respublikasının hüquq sistemini yaddaş texnikalarından hazırlayıb bir əsər halına gətirəcəm. Onun üzərində işləyirəm hazırda. İnşallah. Bunlar da insanlar hamı bunu alıb oxuyub faydalana biləcəklər, öyrənə biləcəklər. Çox sevinirəm, çox dəstəkləyirəm. İnşallah izləyicilərimiz də sizi dəstəkləyir. Minnətdaram sizə. Çox sağ olun, təşəkkür edirəm. Uğur arzulayıram. Sağ olun.